Deməli, biz bu günləri bazar iqtisadiyyatı, mülkiyyət formalarından falan danışacağıq. Bazar nədir? Bazar cəmiyyətin inkişafı prosesində sonradan yaradan iqtisadi əlaqə formasıdır. Aydın oldu? Sonradan yaranan iqtisadi əlaqə forması. Yəni, bu o deməkdir ki, bazarda 2 tərəf olur, alıcı və satıcı. Aydın oldu? Yəni, belə deyək, malı satan, təklif eləyən, bir də alan, tələb eləyən. Bazar cəmiyyətin inkişafı prosesində sonradan yaranan iqtisadi əlaqə formasıdır. İqtisadiyyat sözünü də bilirik ki, iqtisadiyyat economics sözündən götürülüb ev təsərrüfatı deməkdir və iqtisadiyyatın ya da təsərrüfatın 3 əsas forması mövcud olmuşdur. Natural təsərrüfat, əmtəə təsərrüfatı, bazar iqtisadiyyatı. Natural təsərrüfata aid idi ev təsərrüfatı, yəni ətraf aləm, ev və ya digər tikililər, torpaq. Yəni bunlar natural idi. Ətraf aləmdir, ev, digər tikililərdir, torpaqdır. Əmtəə təsərrüfatına aiddir. Məhsul istehsalı, alıcı, mübadilə. Bazarda nə var idi? Tələb var idi, satıcı, alıcı, təklif var idi, satıcı, bir də azad və sağlam rəqabət var idi. Deməli, təsərrüfatın 3 əsas forması hansı oldu? Natural təsərrüfat, əmtəə təsərrüfatı, bir də bazar iqtisadiyyatı. Bunları yadda saxladıq. Bu formaların hər biri digərindən bir çox xüsusiyyətinə görə fərqlənir. Məsələn, biz qeyd etdiyimiz bu natural təsərrüfat, yəni ətraf alan, ev, digər tikili torpaq, insanların yalnız öz tələbatlarını ödəmək məqsədi ilə məhsul istehsal etməsidir. İnsan torpaq alır əkmək üçün, biçmək üçün. Ev tikir, digər tikil tikir, məsələn, ev tikir yaşamaq üçün. Əmtəə təsərrüfat formasında isə istehsal olunan məhsul satış məqsədi daşıyır. Bunun üçün insanlar öz tələbatlarından artıq məhsul istehsal etməyə başlayırlar. Tələbatdan artıq qalanda artıq onu neyniyirlər? Satırlar. Bazar iqtisadiyyatı qeyd etdiyimiz kimi tələb və təklif əsasında yaranan iqtisadi münasibətdir. İndi gəlin görək, tələb nədir, təklif nədir? Tələb istehsalçının, istehlakçının, alıcının məhsulu mövcud bazar qiymətləri ilə almaq istəyidir. Məhsulun qiyməti, tutaq ki, bir çanta alırsınız. Ucuz olanda istehlakçı ondan daha çox miqdarda ala bilər. Yəni, tutaq ki, müəllimələrimizdən biri toya gedəcək, çanta almaq istəyir. Gedir bazara, görür çantanın qiyməti normal qiymətdir. Birini özünü alır, birini də rəfiqəsini alır, qızını alır və s. Məhsulun qiymətinin ucuz olması tələb edən tərəfin daha çox marağındadır. Məhsulun qiyməti ucuz olduğu halda istehlakçı, istehsalçı yox ha, istehlakçı, alıcı ondan daha çox miqdarda ala bilər. Bu halda məhsula tələbat nə olur? Artır. Alıcıların sayı, gəlirləri, zövqləri tələbin artmasına təsir edən əsas amillərdir. Bəs görək bu təklif anlayışı nədir? İstehsalçı, yəni satıcı məhsulu müəyyən qiymətə satmağa hazırdır. Bazarlığa çıxarılan məhsulun qiyməti nə qədər baha olarsa, diqqətli olun, istehsal daha çox gəlir gətirər və daha sərfəli olar. Təklifə nə aiddir? Xam mal, avadanlıq, vergi, bazara gələn yeni rəqiblərin qiymət təsir göstərir. Tutaq ki, fabrik malı var, türk malı var. Köynəkdir, bizim Bakı fabriki, biri də Türkiyədə istehsal olunur gəlir. Tutaq ki, Bakıda istehsal olunanı verir 25 manata, Türkiyədə gələni verir 50 manata. Bizdə niyə görə onu fikirləşirik ki, 50 manatdır? Bu adam yol xərci çəkib, gedib onu gətirib, aydındır, gömrükdən vergi verib, oradan maşın sürüb və s. və ilaxır onun qiymətinin artmasına gətirib çıxarır. Fikir verin. Bazara çıxarılan məhsulun qiyməti nə qədər baha olarsa, istehsal daha çox gəlir gətirər. Bir şalvarı 50 manata satasan, bir də var 30 manata satasan. 50 manata satanda daha çox gəlir gələcək, daha sərfəli olacaq. Bəs bu satışın qiyməti niyə görə baha ola bilər? Ola bilər onun xam malı baha olsun.
Avadanlıq işlənir, avadanlıqda hazırlanır, o baha olsun. Hardansa gətirir, vergi versin. Bazara gələn yeni rəqiblərin qiyməti təsir göstərə bilər. Məsələn, bu belə deyək, rəqabətdən də danışacağıq indi yavaş-yavaş. İstehlakçı, alıcı ilə istehsalçı, satıcının maraqları bir-birinin əksinədir. Təbii və birmənalı şəkildə. Alıcını Nizat müəllimi aşağı qiymət maraqlandırır. Satıcını, hansısa bir satıcını yüksək qiymət. Nizat müəllim istəyər ki, ayaqqabını aşağı qiymətə alsın, satıcı da istəyər ki, Nizat müəllim o ayaqqabını baha qiymətə satsın. Deməli, doğrudan da istehlakçı və istehsalçının maraqları bir-birinin əksinədir, antonimdir. Tələb və təklif azad və sağlam rəqabət yaratmaqla iqtisadiyyatın inkişafına nail olur. Rəqabət nədir? Eyni növ məhsul istehsal edən müəssisələr arasındakı əlaqədir. Aydındır? Rəqabət eyni növ məhsul istehsal edən və ya eyni xidmət sahələri ilə məşğul olan müxtəlif müəssisələr arasında gedən mübarizədir. Tutaq ki, bazara girirsiniz, xanımlar. Özünüzə paltar almaq istəyirsiniz, düzdürmü? Tutaq ki, ayaqqabı almaq istəyirsiniz. Düz ortada yoldur, yolla gedirsiniz. Solunda ayaqqabı dükanıdır, sağında paltar dükanıdır. Bunlar bir-biri ilə rəqabət apara bilməz, çünki eyni növ məhsul istehsal edən müəssisə və yaxud da ki, dükan deyil. Eyni növ məhsul satmır da bu. Amma sizdə solda da ayaqqabı dükanı, sağda da ayaqqabı dükanıdır. Aha, siz birinci orada nəyə diqqət eləyəcəksiniz? Onun reklamına. O türk qadın ayaqqabıları diqqətinizi çəkəcək. Gedəcəksiniz ora. Rəqabətin məqsədi mövcud bazarda üstünlüyə nail olmaqdır. Maddi istehsal sahələrində nə qədər keyfiyyətli və ucuz məhsul istehsal edilərsə, yaxud qeyri-istehsal sahələrində keyfiyyətli xidmət göstərilərsə, bunlar bazarda rəqabətə davamlı olar. Məhsulun, diqqət edin bu cümləyə, məhsulun rəqabətə davamlılığını artırmaq üçün müxtəlif tədbirlər görünür. Məsələn, dizayn verilir həmin əraziyə. Məsələn, bayram ərəfəsi gedirik evə ayna oyun almağa, bir də görsən çaydır, çayın içinə bir dənə fincan qoyublar, yeni cəlbedici qablaşdırma. Və yaxud düyüdür, yanında bir düyü bu, nə bilim, nəyi alana, böğrünə bir dənə makarna yapışdırıblar ki, bu da hədiyyə. Müştəriyə pulsuz çatdırılma. Məsələn, sifariş eləyirsən hardansa, evə pulsuz çatdırırlar. Bu rəqabətdir. Malın üzərində hədiyyənin verilməsi və yaxud da ki, indi şeylər var, marketlər var ki, 50 manatdan artıq bazarlıq eləyəndə bir dənə loteriya şansı qazanırsan. Bunlar hamısı nədir? Həmin rəqabətə davamlılığı artırmaq üçündür. Tutaq ki, Aran marketlə Ova market. Biri-biri ilə rəqabət aparanda Aran marketdə Niva qoyulur və yaxud da ki, hansısa bir bahalı maşın qoyulur, hədiyyə, loteriya oyunu var. Evdən sifariş eləyirsən, pulsuz satdırırlar, girirsən içəri, nə bilim, cəlbedici qablaşdırma görürsən, dizayn görürsən, nə bilim, malın üzərində hədiyyə görürsən, bu sənin diqqətini çəkir. Deməli, Aran market Oba marketi uddu bu sardan. Çünki bunun reklamı güclüdür, dizaynı güclüdür, müştəriyə pulsuz satdırılması var, malın üzərində hədiyyə var, hətta belə loteriya oyunu var. Aha, görürsüz, fikir verin, bu sxemə diqqət eləyin, görürsüz burada qiymət və malların miqdarı. Tələb nədir? Qiymət artdıqca, orada baxın, qiymət artdıqca tələbin miqdarı nə olur? Tələb alandır da, aşağı düşür. Amma təklifə baxın, qiymətin artması təklifin artmasına səbəb olur. Malın miqdarı dəyişdikcə, qiymət artdıqca təklif də nə olur? Artır. Bazar iqtisadiyyatının ən vacib komponentlərindən biri sahibkarlıqdır. Sahibkar kimdir? Gəlir əldə etmək üçün öz biznesini yaradan şəxsdir. Tutaq ki, hansısa bir broiler var. Broiler zavodu var, düzə zavodu. Kəsimi var orada, onun bir sahibkarı var, onu quran şəxs var. O sahibkardır. Sahibkarların gəlirləri artdıqca, onların dövlətə ödədiyi verginin də miqdarı nə olur? Artır. Dövlətə verginin miqdarı artdıqca, artıq səhiyyədə, təhsildə, hərbidə, iqtisadi və digər proqramların həyata keçirilməsində yeni zəminlər, yeni şəraitlər yaranır. İndi tələbin qrafikinə baxın.
məhsulun qiyməti nə qədər aşağı olursa, ona tələb bir o qədər yüksək olur. Yəni, hansısa bir müəllim gedir özünə ayaqqabı almağa, görür məhsulun qiyməti aşağıdır, deməli ona tələb çox olur. O alacaq, gedib evdə deyəcək qonşusuna, rəfiqəsinə, müəllim yoldaşına falan deyəcək ki, gedin filan yerdə ucuz qiymətə də alın. İndi təklif, satıcı. Malın qiyməti nə qədər yüksək olarsa, təklif də bir o qədər yüksək ola bilər. Aydın oldu? Tarazlıq nöqtəsi. Qrafikdə tələb və təklifin kəsişdiyi nöqtədir. Müəyyən bir qiymətdə tələblə təklif kəsişə bilər. Diqqət eləyin. Nizat müəllim gedir bazara bir kostyum almağa. Gedir soruşur, deyir qardaş kostyum neçədir? Deyir ki, məsələn deyək 150 manata. Bunu mənə təklif elədi 150 manata. Təklif elədi neçəyə? 150 manata. Mən də deyirəm ki, qardaş, 150 manat çoxdur, mənim cibimdə 130 var. Var cibimdə, hamı normal bir halda deyirsən ki, 130 varımdır. Deyir qardaş, 130 yox, 150 manatdır. Deyirsən ki, gəl sövdələşək də, mən bunu almaq istəyirəm, çox bəyəndim, əynimə yaxşı oturdu falan. Bu deyir, 10 manat çıxıram. Neçəyə? 140-a. Razısan? Deyirsən, hə neynə, 140-a alaram. Əgər sən bunu 140-a aldınsa, deməli tələblə, mənlə təklif eləyən satıcı razılaşdı. Tarazlıq nöqtəsidir. Aydın oldu? Hər hansı bir məhsulu təklif eləyəndən satıcıdan alırsansa, deməli tələblə təklif kəsişdi də. Mənim tələb elədiyim qiymət onun təklif elədiyi qiymətlə üst-üstə düşdü. Deməli, bu tarazlıq nöqtəsidir. Sonra, dünya əhalisinin gəlirlərinin xərclədiyi sahələr müxtəlifdir. Bu ilk növbədə onların məskunlaşdığı təbii şəraitdən, şəhər və ya kənd yaşayış məntəqələrində yaşamasından, kənd yerində çox xərc çıxmır ki, şəhər yerində xərc çoxdur. Əhalinin adət-ənənələrindən asılıdır. Bəzi xalqların adət-ənənələri, bayram, mərasimlərin keçirilməsində xeyli sayda vəsait sərf olunur. Təbii şəraitin sərt olduğu ərazilərdə əhalinin gəlirlərinin xeyli hissəsi qalın geyimlərə, mənzillərin qızdırılmasına və isti yeməklərə daha çox xərclənir. İsti ərazilərdə isə, məsələn, yay aylarında belə deyək, xərclər nisbətən minimuma enir. Qış aylarında isə xərclər qalxır ölkəmizdə. Əhalinin xərcləri onların gəlirlərindən asılıdır. Əgər mən 700 manat maaş alıramsa, deməli mən 700 manat maaşın civarında xərcləyəcəm. Yox 1400, 1500, 2000, 3000, 5000 alıramsa, aldığım məbləğə görə xərcləyəcəm. Adam başına düşən gəlirlər isə həyat səviyyəsini əks etdirir. Əhalinin həyat səviyyəsini göstərən amillərdən biri istehlak səbətidir. Görək istehlak səbəti nədir? İstehlak səbəti il ərzində orta hesabla insanın sağlamlığı və həyat fəaliyyəti üçün minimum ehtiyacların toplusudur. Bir insan bir il ərzində nələrə pul xərcləyir? Gəzməyindən, yeməyinə, geyiminə qədər olan bir şeydir. Bu insanların həyat fəaliyyəti üçün tələb olunan minimal mal və xidmətlərin cəmidir. İstehlak səbətinə daxildir ərzaq, yəni yeməyimiz, içməyimiz, qeyri-ərzaq məhsulları, geyim, yataq dəstləri, elektrik malları və s. Bir də xidmət, nəqliyyat, ictimai yaşam, mədəni maarif obyektləri və s. Məsələn, xidmətlər, nəqliyyat, məsələn, Bolta zəng edirsən, harasa gedirsən 7 manat ona verdin, il ərzində 5 manat ona verdin və s. Mədəni maarif obyektləri ola bilər, xidmətlər ola bilər və s. Cihazlar, məişətdə bu əlbəttə ki, qeyri-ərzaq məhsullar gedir. İstehlak səbətinin tərkibinə daxil olan məhsulların sayı hər bir ölkədə fərqlidir. Məsələn, İtaliyada 250-dir çeşid. ABŞ-da 300-dür, İngiltərədə 350-dir, Almaniyada 475-dir, İtaliyada 530-dur. Görəsən Azərbaycanda nə qədərdir? Əhalinin istehlak səbətinə daxil olan məhsul və xidmət ehtiyatlarının ödənilməsi səviyyəsi onların gəlirlərindən, alıcılıq qabiliyyətindən asılıdır. Məhsulların qiymətlərinin dəyişməsi, pul şəklində olan əmək haqqının artması və ya azalması istehlak səbətinə təsir göstərir. Əgər mən 700 manat maaşla istirahətə gedə bilmirəmsə, əgər mənim maaşım 1000, 1500, 2000 olacaq istirahətə gedəcəmsə, deməli istehlak səbətində çeşidin miqdarı nə oldu? Artdı.
Belçikada əhalinin sayı az, ümumdaxili məhsul çoxdur. Ümumiyyətlə hər bir ölkənin ümumdaxili məhsulu mövcuddur. Yəni ölkə üzrə ümumi daxili məhsuldur bu. Aydın oldu? Ümumi daxili məhsuldur. Bir də var, adam başına düşən. Əhali nə qədər az olarsa, ümumi daxili məhsulun həcmi də bir o qədər çoxdur. Aydın oldu? Əhalinin sayı nə qədər az olarsa, adam başına düşən ÜDM-nin sayı, miqdarı da bir o qədər çox olacaq. Məsələn, qeyd edilir ki, Belçikada əhalinin sayı azdır, ona görə ümumi daxili məhsul çoxdur. Banqladeşdə əhalinin sayı çoxdur, ona görə ümumi daxili məhsulun həcmi azalır. Bu da əhalinin alıcılıq qabiliyyətinə birbaşa təsir göstərir. Bunları qoyduq bir tərəfə. Məhsul və xidmətin keyfiyyətləri, məhsul və xidmətin qiymətləri keyfiyyətin yaxşılaşdırılmasına, istehsal xərclərinin artması ilə əlaqədar olaraq arta bilər. Bu zaman pulun alıcılıq qabiliyyəti aşağı düşür ki, bu inflyasiya adlanır. Pulun alıcılıq qabiliyyəti aşağı düşür. Bu inflyasiya adlanır. Aydın oldu? Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinə nə deyirik biz? İnflyasiya deyirik. İnflyasiya termini latınca inflato sözündən götürülüb hədsiz artırılma deməkdir. İnflyasiya tələb və təklifin tarazlığının pozulmasıdır. Dünyanın əksər ölkələrində əhalinin istehlak səbətinə olan tələbatı ödənilmir. İnkişaf etməkdə olan ölkələrdə yaşayan 4,6 milyard insanın 500 min nəfəri normal, sağlam və fəal həyat tərzi sürmək üçün kifayət qədər ərzaq ala bilmir. Yaxud xidmətlərdən istifadə edə bilmir. Baxın, dünya bazarı, istehsal və istehlak. İstehsal olunur, hara gətirilir? Bazara. Bazardan nə olur? Alınır, yəni istehlak olunur. Bunu da yadda saxlayın. Dünya əhalisinin 2,5-3 milyard nəfəri yoxsul yaşayır. Onlar gün ərzində 2 ABŞ dollarından az vəsait xərcləyirlər. Yaxşımı? Əhalinin 1,2 milyard nəfəri səfil, yəni gün ərzində cəmi 1 ABŞ dolları, 1 manat 70 qəpik və ondan da daha az vəsaitlə dolanırlar. Ən aşağı alıcılıq qabiliyyətinə malik olurlar. Əksər yoxsulluq çəkən ölkələr Mərkəzi, Şərqi, Qərbi Afrikada və Cənubi Asiyadadır. Dünya Bankı tərəfindən adam başına düşən illik gəlir 4 kateqoriyaya ayrılır. Gəlin görək. Yüksək kateqoriya aşağı, çox aşağı. Yüksək kateqoriya 13.000 ABŞ dollarından çox, orta kateqoriya 4.000-dən 13.000 ABŞ dolları arasında, aşağı kateqoriya 1000-4000 ABŞ dolları arasında illik gəlir də bu. Çox aşağı kateqoriya 1000 ABŞ dollarından az. Təsəvvür eləyin, ölkələr var ki, 1 il ərzində heç 1700 manat pul qazanmırlar. Bunlar deməli 10 ayı hesablayanda bizim puldan 170 manat pul alırlar. Aya 170 manatla dolananlar var. Faktiki bizim ölkədə də var belə insanlar. Bunlar getdi, bunlar gəldi bura. Adam başına düşən gəlirlərin çox olduğu ölkələrdə insanların alıcılıq qabiliyyəti yüksəkdir. Bu zaman əhalinin pul vəsaiti, xərclədiyi sahələr də müxtəlif olur. Məsələn, həmin insanlar istirahətə çox vaxt ayırırlar, brend geyimlər geyinirlər, brend maşınlar sürürlər, brend restoranlarda otururlar və s. Onların gəlirlərinin müəyyən hissəsi digər ehtiyaclara, istirahətin təşkilinə, təhsil səviyyəsinin artırılmasına, daşınmaz əmlakların alınmasına və s. xərclənir. Gəlirlərini qənaətlə və səmərəli istifadə edənlər isə büdcələrində toplanan vəsaiti istiqraz və səhm şəklində qorumağa üstünlük verirlər. İstiqraz nədir? Yazırıq bura. İstiqraz. İstiqraz nədir? İstiqraz borc sənədidir. Yadda saxlayın. İstiqraz və şirkətin fond ehtiyatını ödəyə bilmək üçündür. İstiqraz borc sənədidir. Yaxşı, yadda saxlayın. İstiqrazın gəliri sabitdir, heç vaxtı dəyişmir. Artmır da, azalmır da. İstiqraz borc sənədidir. Şirkətin fond ehtiyatlarını ödəyə bilmək üçün borc sənədidir. Gəlirləri sabitdir.
Amma səhim, yadda saxlayın, səhim şirkətin sərmayəsinin müəyyən hissəsini təmsil edir. Mülkiyyət sənədidir. Yaxşı, gəlirləri dəyişkəndir. Aydındır? Göründüyü kimi, səhm də, istiqraz da bir-birinə bənzəsə də, onlar arasında böyük fərqlər var. Hər ikisi də investisiya vasitəsidir. Deməli, istiqrazı bir də deyirəm, şirkətin fond ehtiyaclarını ödəyə bilmək üçün borc sənədidir, istiqraz. Səhim mülkiyyət sənədidir. Səhim sahibinin ortaqlıq hüququ var. 2 nəfər, məsələn, şirkətdə adam var, onların səhmləri var və onların ortaqlıq hüququ var. Mülkiyyətdir də, mülkiyyətə səhm qoyurlar və ortaqlıq hüquqları var. Dəyişə də bilər, arta da bilər, azala da bilər. Amma istiqraz borc sənədidir və dəyişkən deyil, sabitdir. Heç vaxt nə artır, nə azalır. Bir-birinə oxşasa da aralarında fərq böyükdür və hər ikisi investisiya vasitəsidir. Beynəlxalq maliyyə mərkəzləri, maliyyə əməliyyatlarının, yəni kreditin beynəlxalq maliyyə mərkəzlərində nələr aparılır? Kredit verilir, valyuta mübadilə olunur, qiymətli kağızların və qiymətli kağızların alqı-satqısı və qızıl sövdələşmələri baş verir. Yaxşımı? BMM-lərin, yəni beynəlxalq maliyyə mərkəzlərinin sayı çox deyil. İlk dəfə yaradılıb London şəhərində, İngiltərənin paytaxtı. Hazırda dünyada həyata keçirilən maliyyə əməliyyatlarının çox hissəsi Londonda, New Yorkda, Singapurda, Hong Kongda, bir də Tokyoda. Maliyyə mərkəzləri yalnız inkişaf etmiş ölkələrin ərazisində deyil, eyni zamanda Çində, Hindistanda, Braziliyada, Küveytdə və digər inkişaf etmiş ölkələrdə də mövcuddur. Var reytinq cədvəli, əziz həmkarlar. Reytinq cədvəli bir il ərzində beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyətini iqtisadi göstəriciləri əsasında tərtib edilir. Reytinq cədvəlində 1-ci yerdə London durur, yadınızda saxlayın. 2-ci yerdə New York durur, 3-cü yerdə Hong Kong, Singapur, Zürih, Seul, Tokyo, Chicago, Cenevra, Toronto. Yaxşı. Sonra gəldik. Beynəlxalq maliyyə mərkəzlərinin yerləşdiyi ölkələr. İnkişaf etmiş ölkələrdən Britaniya, ABŞ, Yaponiya, Singapur, Fransa, İsveçrə, İspaniya, İtaliya, Kanada, Avstraliya, Yeni Zelandiya kimi ölkələr. İnkişaf etməkdə olan ölkələrdənsə Çin, Hindistan, Braziliya, Küveytdə. Gəldik, bax bu da bunların əsas hissələri. Beynəlxalq maliyyə mərkəzlərinin deməli, fəaliyyət istiqamətlərindən biri kreditlərin verilməsidir. Bu zülümlü kredit. Kredit bazarı nədir? Kredit bazarı müxtəlif kreditlərin verilməsi üçün ölkələr arası qarşılıqlı bir sistemdir. Kredit nədir? Kredit milləti bəlaya salan, geri qaytarmaq şərti ilə müəyyən müddətə faizlə verilən pul vəsaitidir. Yəni, sənə kimsə bankdan kredit verəcək 1000 manat, sən də onu 1000 manat geri qaytaracaqsan, elə şey yoxdur. Kredit geri qaytarılmaq şərti ilə müəyyən müddətə faizlə verilən pul vəsaitidir. Məsələn, gedirsən banka, nağd şəkildə də götürə bilərsən o krediti və yaxud da onlayn formada müraciət eləyib hansısa bir kart hesabına köçürə bilərsən. Kredit sövdələşməsi 2 tərəf arasında aparılır. Bir sənə kredit verib xoşbəxt olan kreditor, bir də özünü zülmə salan kredit alan. 2 tərəf var. Bir kreditor var, bir də kredit alan var. Kreditor sənə kredit verəndə, kredit alanda sənsən, gedirsən, pul götürürsən. Aydın oldu? Bir də gəldi leasing. Kreditdən fərqli olaraq leasing uzun müddətə verilir. 20 illik ola bilər, 10 illik ola bilər. Adətən müştəridən əlavə girov tələb eləmir. Leasing əsasən sənaye avadanlığı ola bilər, maşın ola bilər, yeni texnologiya ola bilər, hansısa bir bina ola bilər, tikililər ola bilər və s. Çox maraqlı bir nüans var burada. Maraqlı nüans nədən ibarətdir, onu mən deyim. Qızıl. Hər bir ölkənin qızıl ehtiyatı mövcuddur. Diqqət eləyin, zəhmət olmasa. Qızıl ehtiyatı nədir? Dövlətlərə maliyyə siyasəti həyata keçirmək və bu xüsusi diqqət eləyin, fövqəladə hallar zamanı ən zəruri ehtiyacları ödəmək üçün lazımdır.
Bax, ailə də bir dövlətdir, düzdür? Kiçik bir dövlətdir. Evdə məsələn qızıl var, sətinə düşə bilərsən, sıxıntıya düşə bilərsən, problem yarana bilər, hansısa bir situasiya yarana bilər. Ani anda beynimə gəlir ki, vəziyyətdən çıxmaq üçün məsələn qızılı satım, vəziyyətdən çıxım, sonra qaytarıb qoyaram yerinə. Bax, dövlətdə də bu belədir. Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və ya bu cümlə var ha, fövqəladə hallar zamanı ən zəruri ehtiyacları ödəmək üçün lazımdır. Buna görə də dünyanın əksər dövlətlərinin qızıl fondu var. Dünya bazarında qızılın bir ünsiyası 31,1 qramdır. Qızıl ehtiyatı Amerika Birləşmiş Ştatlarında 8133,5 tondur. Bax ha, 8133,5 ton. Almaniyada 3384,2 ton. İtaliyada 2451 toni, qram yox. Azərbaycanda 30,2 ton qızıl ehtiyatı mövcuddur. Qiymətli kağız, yenə də gəldik bura. Qiymətli kağızlara nə aid idi? Səhm istiqraz. Bu kağızlar pul kapitalını cəlb etmək məqsədi ilə buraxılır və qanunvericiliklə müəyyənləşdirilən hüquqi sənəddir. Qiymətli kağızların səciyyəvi cəhəti pul vahidini özündə ifadə etməsidir. Bu kağızlar dövlət və qeyri-dövlət əhəmiyyətli ola bilər. Dövlət əhəmiyyətli qiymətli kağızlardan biri də istiqrazlardır. Qiymətli kağıza sahib olan şəxs onu dəyərindən faiz almaq hüququna malikdir. Səhmlər isə sahibinə əmlakdan pay almaq hüququ verir. Bayaq dedik axı səhminin ortaqlıq hüququ var. Səhm sahiblər ortaq deyillər. Səhm sahibləri mülkiyyəti birləşdirə və ya bölə bilərlər. Ortaqlıq hüququ var axı. Dəyişkəndir özdə. Qeyri-dövlət qiymətli kağızları müxtəlif şirkətlər yaxud fiziki şəxslər tərəfindən buraxılır. Gəldik mülkiyyət formaları əziz həmkarlar. Mülkiyyət sözünün mənası əmlak deməkdir. Əmlak nədir bə? Maddi əşyaların cəmidir. Məsələn, mənim evim mənim əmlakımdır. Mənim maşınım mənim əmlakımdır. Mənim telefonum mənim əmlakımdır. Aydındır? Əmlak daşınan və daşınmaz ola bilər. Məsələn, ev daşınmaz əmlakdır, torpaq daşınmaz əmlakdır, maşın daşına bilən əmlakdır. Torpaq sahələri, su obyektləri, meşələr, çox illik əkin, bağ, nə bilim falan, binalar, qurğular, torpaqla möhkəm bağlı olan digər əmlaklar necə əmlaklardır? Daşınmaz, biz onu qucağımıza götürüb harasa apara bilmərik. Bir yerdən başqa yerə aparılması mümkün olan və daşınma zamanı heç bir zərər görməyən əmlak daşına bilən əmlakdır. Təbii və birmənalı şəkildə biz uşaq deyilik, bilirik ki, hər bir mülkiyyətin nəyi var? Sahibi var. Mülkiyyət sahibsiz ola bilməz. Mülkiyyətin daha qədim və geniş yayılmış növlərindən biri xüsusi mülkiyyətdir. Xüsusi mülkiyyət dedikdə qədimdə torpaq, geyim, əmək alətləri vardı. Məsələn, sivri daş, yer qazan, çubuq, dəyənək. Müasir dövrdə də onlara əlavə olaraq torpaq, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, qiymətli kağızlar və sairə başlayır. Xüsusi mülkiyyət iki cür olur. Bax, diqqət edin bunlar arasındakı fərqi deyəcəm. Şəxsi mülkiyyət, fərdi mülkiyyət. Şəxsi mülkiyyət mənim şəxsi əşyalarım, evim, nəqliyyat vasitəm, nə bilim, kənd təsərrüfatı inventarım, nə bilim də hər şeyim, adi pul verib aldığım qələm belə mənim şəxsi mülkümdür. Və bu mülkiyyətin sahibi ondan istifadə hüququ yalnız həmin şəxsə məxsusdur. Onun razılığı olmadan başqasına verilə bilməz. Mənim telefonum var evdə. Kimsə gəlir mənim telefonumu evdə olmayacaq istəsə, mənim icazəm olmadan onu verə bilməzlər və yaxud da ki, sizin icazəniz olmadan onu verə bilməzlər. Sizin qələminiz qalıb stolun üstündə, müəllimlikdə, sinifdə. Siz çıxırsınız, gedirsiniz. Hansısa bir uşaq onu götürəndə deyir ki, məsələn, bu Mina müəllimimdir. Zəhmət olmasa müəllimliyə deyəndən sonra gəlib səndən icazə alırlar, siz də deyirsiniz ki, müəllim, buyurun götürün uşaq, götürə bilərsən. Görürsünüz, bu sizin adi prostoyda bir 20 qəpik, 30 qəpiklik olan bir qələm. Yəni bu şəxsi mülkünüzdür sizin. Gəlin görək, bəs fərdi mülkiyyət nədir? Fərdi mülkiyyət istehsal sahibkarlığı ilə bağlı mülkiyyətdir. Yəni mən hansısa bir belə deyək, broilerim var, düzdür? Və həmin broilerdə də mənim işçilərim var. Oldumu mənim nəyim? Fərdi mülkiyyətim. Xırdi istehsal sahibkarlığı ilə bağlı mülkiyyətdir. Fərdi mülkiyyətçilər öz fərdi mülkiyyətlərindən istifadə edərək həyətyanı, əmtəə istehsalı, sənətkarlıq xidmətçiləri görməklə məşğul olurlar. Aydın oldu. Səhmdar istədiyi vaxtda səhmləri sata və ya başqasına dəyişə bilər.
ABŞ-da mövcud olan müəssisələrin 70% fərdi, 10% şərikli, 20% isə səhmdar cəmiyyətə məxsusdur. Bazar iqtisadiyyatında inkişafı ilə əlaqədar olaraq yeni bir mülkiyyət forması yaranmışdı ki, bu da bələdiyyə mülkiyyəti. Günümüzdə ən aktual məsələdir məncə bu. Bu mülkiyyət forması müəyyən ərazi daxilində olan təsərrüfat baba diqqət eləyin. Bələdiyyə mülkiyyəti müəyyən, eee, belə deyək, ərazi daxilində olan təsərrüfat, sosial məişət təyinatlı obyektlər, özəlləşdirilməmiş mənzillər, xüsusi mülkiyyətə verilməyən torpaqlar və sairəni əhatə edir. Bələdiyyə idarələrinin maliyyələri, görək maliyyə mənbələri hardandır? Torpaq vergisi, əmlak vergisi, yerləşdirilən reklamlardan, avtomobildə parkinqlərdən də, avtomobil dairələrdən əldə edilən gəlirlərdir. Bələdiyyələrin işi, onlara aid olan ərazilərdə ekoloji tarazlığı qorumaq, yolların çəkilməsi, təmiri, yaşıllaşdırma, abadlıq işləri, su borularının təmiri, təmizlənməsi, müxtəlif bayram tədbirlərinin keçirilməsi, aydındır, kollektorların qazılması, kanalizasiya sistemlərinin təmizlənməsinə nəzarət etmək bunların hamısının bələdiyyənin işidir. Bələdiyyə mülkiyyətinin idarə olunması əhali arasında seçkilərin nəticəsi əsasında seçilmiş bələdiyyə orqanı vasitəsilə həyata keçirilir. Bələdiyyə orqanında icma, Qadınlar Şurası və sair qruplar ola bilər. Azərbaycanda hazırda 1607 bələdiyyə fəaliyyət göstərir. Mülkiyyətin digər növlərindən biri dövlət mülkiyyətidir. Dövlət ən vacib. Hər bir dövlət müəyyən əmlaka malikdir. Bəzi ölkələrdə dövlət mülkiyyətinin əmlakının həcmi 80-90%-ə çatır. Lakin inkişaf etmiş ölkələrin əksəriyyətində bu rəqəm 10-dan 50-dir. Dövlət sərbəstlik verir, get yaşa. Azərbaycan Respublikası ərazisində torpaq, yerin təki, daxili suları və ərazi suları, hətta bitki heyvanlar aləmi, hava fəzası dövlətin müstəsna mülkiyyətidir. Ölkə, onun ərazisində bitişik Xəzər dənizindən istifadə hüquqlarına malikdir. Dövlət torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər. Okay. Gəlin baxaq, görək burada nə var. Müasir dövrdə mülkiyyətin ən mühüm qolu əqli mülkiyyətdir. Əqli mülkiyyət ağlımızda ayrıca bir mülkiyyət forması olub, şəxsi, xüsusi mülkiyyətin bir qolu hesab olunur. Məsələn, hansısa bir şair şeir yazır, hansısa bir yazıçı bir bədii əsər yazır, elmi əsər yazır, hansısa bir bəstəkar musiqi bəstələyir, hansısa bir incəsənət xadimi hansısa bir iş görür, müxtəlif kompüter proqramları, məsələn, Word-dür, Excel-dir, Windows-dur, Photoshop-dur, Apple-dır, bunlar hamısı hansısa bir şəxsin əqli mülkiyyətidir, aydındır? İnvestisiya mühiti. Müasir iqtisadiyyatın tərkib hissələrindən biri investisiyadır. İnvestisiya nədir? Gəlir əldə etmək üçün qoyulan kapitaldır. İnvestisiya nə formasında ola bilər? Maliyyə pulu formasında ola bilər, bank vəsaitləri formasında ola bilər, səhmlər, texnologiyalar, maşın, avadanlıqlar, kredit, intellektual sərvətlər şəklində ola bilər. Aydın oldu? Sonra, istehsal sahələrində köhnəlmiş maşın və avadanlıqların yenidən qurulması və ya dəyişdirilməsi üçün investisiya vasitəsi kimi lizinqdən istifadə olunur. Lizinq pul formasında investisiya deyil, texniki avadanlıqların uzun müddəti icarəsidir. Lizinq alan müəssisələrdə elmi-texniki tərəqqi sürətlənir. Rəqabət qabiliyyətdə nə olur? Artır. İnvestisiya qoyan şəxs necə adlanır? İnvestor. Və hər zaman investorda nə gözləyir? Risklər gözləyir. İnvestor risklərdən qorunmaq üçün neyniyir? Sığortalanır. Neçə cür risk var? Bax, yazıram. Siyasi risklər var, iqtisadi risklər var, bir də ekoloji risklər var. Siyasi risklər nədir? İnvestor ola bilər müharibə şəraitində olan ərazidə bir investisiya qoyar, batıra bilər, risklə üzləşə bilər. İqtisadi risklər nədir? İqtisadi risklər, məsələn, hansısa bir əraziyə hesablama aparır, xərc qoyur, düzgün hesablama aparmaması orada iqtisadi riskdən yarana bilər. Ekoloji risk, hansısa bir ərazidə investisiya qoyub, yatırım eləyib investor, həmin ərazidə hansısa bir ekoloji hadisə baş verə bilər, ətraf mühit həddən ziyadə çirklənə bilər və s. Bu da ekoloji risklər adlanır. Aydın oldu? Sığorta da ki, Azərbaycanda bir sıra sığortalar var ki, bunlar barədə də
Növbəti dərslərimizdə danışacağıq. Hazırda beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi və ölkələrarası əməkdaşlığı inkişaf etdirmək məqsədilə dünyanın bir sıra ölkələrində maliyyə təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlar ölkələrdə müxtəlif sahələrə böyük investisiya yatırımları eləyir. Məsələn, Beynəlxalq Valyuta Fondu neyniyir? Təşkilatın baş qərargahı Vaşinqtondadır. Okeymi? Üzv ölkələrə kredit verir, beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır, valyuta mübadiləsini tənzimləməyə kömək göstərir. Asiya İnkişaf Bankı Şərq ölkələrinin iqtisadiyyatı inkişafına yardım göstərir. Filippinin paytaxtı Manila şəhərindədir baş qərargahı. İslam İnkişaf Bankı müsəlman ölkələrinin iqtisadi və sosial inkişafına yardım göstərir. Baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərindədir. Aydın oldu? Sığortadan danışdıq. Sığorta maddi itkilərin ödənilməsini təmin edən qanunvericiliklə idarə olunan sistemdir. Bu xidmət eyni adlı təşkilatlarla sığorta etdirən arasında müqavilə əsasında həyata keçirilir. Gəlin görək holdinq və korporasiya nədir? Holdinq iki və ya daha çox şirkət və müəssisənin birliyidir, birləşmədir. Holdinq istehsal, bank, maliyyə, marketinq və sairə kimi sahələrlə məşğul olur. Bax ha, holdinq iki və daha çox şirkət və müəssisənin birliyidir. Holdinq istehsal, bank, maliyyə, marketinq və bu kimi sahələrlə məşğul olur. Korporasiya müəyyən məqsədə çatmaq üçün yaranan birlikdir. Nə oldu? Holdinq də birləşdi, müəyyən məqsədə çatmaq üçün korporasiya da birləşdi. Aydın oldu? Korporasiyalar dünya təsərrüfatının formalaşmasında fəal iştirak edir. Təsərrüfat deyəndə sadəcə bir dənə kənd təsərrüfatından söhbət getmir. Bunu bir dəfəlik yadda saxlayın. Holdinq iki və daha çox şirkət və müəssisələrin birliyidir. Holdinq istehsal, bank, maliyyə, marketinq və bu kimi sahələrlə məşğul olur. Amma korporasiya bank, maliyyədir, istehsal kimi sahələrlə məşğul olur. Müəyyən məqsədə çatmaq üçün yaranan birliklərdir. Buna da aktivlərə, passivlərə ehtiyac yoxdur. Aktiv insanlar deyir ki, həyatda iki cür insanlar var. Aktiv və passiv insanlar. Aktiv insanlar pul gətirən, passiv insanlar pul qoparan insanlardır. Varlıq da kasıbata əsər var. Oradan oxusuz onu biləcəksiniz. Gəldik davamlı inkişaf. Davamlı inkişaf dünya əhalisinin sayı birlik getdikcə artır və insanların artan tələbatı təbii ehtiyatların tükənməsinə, iqtisadi böhranın, ekoloji gərginliyin, siyasi, sosial problemlərin yaranmasına çıxara bilər. Bunların baş verməməsi üçün hər bir ölkə öz inkişaf strategiyasını müəyyənləşdirməli və gələcək nəsilləri təhlükə altında saxlamamalıdır. Mütəxəssislər yaranmış vəziyyətdən çıxış yolunu davamlı inkişaf konsepsiyası adlanan bir proqramla təmin edilməsində görürlər. Gəlin görək davamlı inkişaf nədir? Davamlı inkişaf modeli tarazlaşdırılmış düşür testlərə düşə bilər. Dayanıqlı, dinamik bir inkişaf modelidir. Bu model gələcək nəsillərin tələbatını tam ödəməyi təhlükə altında qoymayan bir inkişaf modelidir. Braziliyanın Rio de Janeiro şəhərində 92-ci ildə 172 dövlət başçısının iştirakı ilə keçirilmiş konfransda qəbul olunmuşdu konsepsiya. Davamlı inkişaf modelləri var. Sosial model var, iqtisadi model var, ekoloji model var. Sosial model nədir? Davamlı inkişafdır. İnsan hüquqlarının qorunması, insan sosial varlıqdır da, əhalinin iş yerləri ilə təmin olunması. İqtisadi model nədir? İqtisadi artıma nail olmaq, yenə az tullantılı və ya tullantısız texnologiyanı tətbiq etməkdir. Ekoloji model nədir? Davamlı inkişafın ekoloji istiqaməti nədir? O da o deməkdir ki, yəni ekoloji inkişaf canlıları təhlükə altında qorumamaq və ekosistemin bərpasıdır. Aydın oldu? Məsələn, biz bilirik ki, Ukraynada, Çernobılda atom elektrik stansiyasında baş verən qəza nəticəsində partlayış olur. Gəlin görək hansı fəsadlar yaradır. İqtisad tərəfinə baxın. Regionda enerji böhranı yaranır. Regionda istehsal sahələri fəaliyyətini dayandırır. Sosial amillər. İşsizlik yarandı, radioaktiv şüalanma müxtəlif xəstəliklərin yaranmasına səbəb oldu. Ekoloji amillər. Radioaktiv şüalanma nəticəsində bitki və heyvanlar aləmi tamamilə məhv oldu. Əhali ekoloji miqrasiyaya məruz qaldı, köçdülər, getdilər də oradan. Bioloji məhsuldarlığını əbədi itirən ərazilərə. Vəziyyət necə vəziyyət idi? Kollaps vəziyyət. Aydın oldu, bu qədər.